Salam dəyərli izləyicilər, Çınar TV-nin efirindən hər birinizi xoş gördük. Axşamınız xeyir olsun. Biz bu günləri qardaşların köməyi ilə gəlmişkən yardıma, Allahın izni ilə inşallah çatdırmağa gəlmişik. Bu günləri 5 ailəni sevindirəcəyik. Allah o qardaşların köməyi olsun ki, dəstək verirlər, biz də kasıb ailələri sevindirik. Və vaxt itirmədən bu günləri Şəmkir rayonunun Seyfəli kəndindəyik. Gəlmişik yardıma. Dəyərli izləyicilər, və çox sağ olsunlar, qəşəng yardım göndəriblər. Hər şeyi də almışıq. Bizi izləməyi unutmayın, bizə baxın. Dəyərli izləyicilər, axşamınız xeyir, Arif xanım. Axşamınız xeyir, xoş gəldiniz. Sağ olun, nətərsiniz? Nə var? Afətdən xahiş edirəm, mən belə içərik. Bax, söz verdiyimiz kimi qardaşların dəstəyi ilə yardım gətirib çatdırdı. Sağ ol, çox sağ ol. Bax, buyurun. Buyurun, bu sizin yardımınız. Hər şey də alınıbdır, yəni nə lazımdır, siz alınıbdır. Sağ ol. Nətər uşaqları, belə yaşayış durumunda? Yaxşı, sağ ol. Odunumuz yoxdur, odun peçimiz yanmır. Uşaq yazıq suyuqda yatır. Aydındır. Dərzədilər. Ona görə peç də quranmamışıq, onun qalır elə. Aydındır. Dərzədilər. Bugün 5 ailə sevindirməliyik. Birinci ailə gəlmişik. Bizi köməkli edin, biz qazımızı çəkdik. İnşallah. Hal-hazırda ailənin yaşayış durumu bərbad haldadır. Biz dəfələrlə gəlmişik. Dəyərli izləyicilər, xahiş edirəm ki, bu ailənin sinmək üçün qazı yoxdur, mavi yanacaq qazı yoxdur. Odun lazımdır. Kimin əgər artıq tullankı odunu varsa, bizə əlaqə saxlayın, biz çatdıraq, əlaqə saxlayaq ailə ilə. Problem yoxdur. Ünvanı deyəyin, bizdə Şəmkir rayonu Seyfəli kəndi. Ha tərəfdir bura? Aşağı Seyfəli kəndi. Başqa nə tərdir vəziyyət belə? Yəni bizə dediniz, biz sizə Allah köməyinizə. növbəli şəkildə qardaşların köməyi ilə, Allah mekan əlində qazancını artıq eləsin. yəni bütün qardaşların hamısında Allah köməkləri olsun. Sağ Asqaladım. olun. Tələsiyemiz çoxdur dəyərli. Ha, odunu bax dedik. İnşallah kimlərə ki odun varsa, odunumuz, peçimiz Allah haqqı qalamamışıq. Yaxşı olur Allah inşallah. kömək olsun. Sağ olun. Dəyərlilər sağ olun. Biz izləməyə davam edin, davam edirik. Axşamı xeyir dəyərlilər. Yenə gəldik bu günləri Şəmkir rayonu Seyfəli kəndinə. Gəlmişik Fərdə xalə yardımımızı çatdırmağa söz verdiyimiz kimi. İkinci yardımımızı gəldik dəyərlilər. Fərdə xalə dəyərlilər, söz verdiyimiz kimi gəldik yenə Fərdə xalaya yardım gəldik. Çınarlı qardaşların dəstəyi ilə Allah köməkləri olsun. Fərdə xala, buyur, siz çox narahat eləmək vaxtımız lazım. Üçüncü ailə gəlmişik yardıma. Yəni Seyfəli kəndindəyik. 4 uşaqlı bir ailədir, çox çətin durumda yaşayırlar. Yəni sosial yardımları yoxdur. Ailə çox çətin durumda yaşayır və gəlmişik vaxt itirmədən yardımı çatdıraq. Əzizlər, bizə dəstək olmaq üçün 05431 66 0 nömrəsinə zəng vurub bizim qrupa qoşula bilərsiniz. Sağ ol, çox sağ ol. Sağ eləsin. Allah belə yardım elə, Allah canını sağ eləsin, Allah rüzgarını versin. Allah sizə canını sağ eləsin. Sağ ol, bu yardımı gətirib çatdırdıq. Gözünüz də olsun. Qardaşların köməklə gəldik təbii ki. Allah qardaşların canını da sağ eləsin. Sağ ol. Dəyərlilər, vaxtımız az olduğuna görə həm də ailələrin fikirlərini nəzərə aldıq. Çəkilişdən bağlı, yəni çox işıqlandırmırıq. Və biz izləməyə davam edin. Üçüncü yardımda gətirib çatdırdıq. Sizdən çox xahiş edirəm də dəstək olmaq üçün bizim kanala qoşulun, bəyənin, like verin, abunə olun. Başqa sözünüz var mı nəsə? Allah canını sağ eləsin. Mən yenə dedim, köməkliyə görə də tarif alınmadı, işimdən sağ olun. Ərzaq yardımdır bizlər qardaşların köməklə. Allah canını sağ olun. Odun yanırsınız siz? Nə? Odun yanırsınız da Hə, isimlə. odun yandırdıq. İnşallah odun dəstəyi ilə bu ailəyə kim yardım eləsə, bayaq getdiyimiz ailədə odun problemi vardı, yəni sinmək üçün odunları yox idi. Xahiş edirəm bizə dəstək olun, bizim qrupa qoşulun və bu ailədə odun yardımı kim göstərmək istəsə bizə əlaqə saxlaya bilər. Sağ olun, Allah kömək olsun. Allah sizin də eləsin, Allah sizə var eləsin. Hoş geldiniz. Sağ olun, sağ olun. Sağ olun. Allah Sağ ol. Yenə canınıza sağ olun. qardaşların köməyinə ilişki Allah o atırlar. kardeşlerin qadasından, o Sağ ol, kardeşlerin sağ ol. başından tüysün. Siz de içinde olmak şərtilə xoş gəlirsiniz. Siz bu kasıbların, bu ürəyi açıqların şeyinə ki kömək edirsiniz. Allah Taala əllərimi göyə açıram, sizin ruzanızı versin. Amin. Amin Allah, amin Allah. Bu qardaşıma, bax o oğlanın
adını nə? Qrupda olan qardaşlar, Hə, bunlardır, qrupda olan Kərəmdir, hamısına dəyərli minnətdarlığımı bildirirəm. Belə ürək sözümü deyirəm. Belə Allah onların canına sağlıq versin, ömürlərini də uzun eləsin, bizi yadından çıxarmasın. Təbii ki, adların çəkilmək istəməyəm, yardım göndərən qardaşların da dəstəyi çoxdur. Onların səbəbindən biz bu işi təşkil edirik, çatdırırıq. Sağ olun. Çınar TV yazı baxsın da bizə. Bəli. Həmişə də izləyirəm. Allah kömək. Allah onların köməyində dursun. Sənin də canına sağlıq versin, balalarını saxlasın. Onların da ömürlərinin ruzalarını versin, balalarını saxlasın, qadan qalın. Çox sağ ol. Sən də avqar qadan qalın, başına dönüm, sən də. Yox. Mənim ki bu balalarımı söyündürür, Allah Allah onları kimi olsun. söyündürsün. Allah kömək olsun babalar. Bax, dərzəklər, Gidin bir çat. balaca uşağında qıçında problem var. İndi xahiş edirəm, yəni göstərməzsən yenə izləyicilər baxa bilər. Yəni indi biz dəfələrlə gəlmişik, qıçında olan problemi deyərdik. Durur. Mən buradan ekrandan bax bizi izləyirlər. Buradan yayın ki, bizim vicdanlı insanlarımız var, dəyərli həkimlərimiz var. Bəlkə hansısa bir həkimlər sizə dəstək olur. Yəni uşağın problemini çatdıra biləcəklər. Bircə o uşaq. Çatdırma problemi. Mənim nəvəmin ayağındadır qüsuru. Yəni ayağında əyilmə var, sümüyərliyi var, boşluğu var. Ona biraz vəsait lazımdır, müalicə lazımdır. Xahiş edirəm kimdən nəyi körərlər deyə bilmirəm. Kimin qüvvəsi nəyə çatırsa ona kömək eləsinlər. Yəni uşaq da burada deyə gətirməyin var. Yəni nəsə məsləhəti, yəni axşamı sizə var. Dəyəri nə bilim mən kömək edin. Dəyəri həkim yeri bilirsinizsə, nəyə gücünüz çatır, vəsait verə bilirsinizsə, mən bu uşağıma kömək edin. Bu belə vəziyyətdədir. Yəni düzəlmə ehtimalı var. Biraz imkanımız yoxdur, qüvvəmiz yoxdur. Bundan əlavə 2 uşaq var. Vallah vəziyyət çətindir. Dolanışığımız çətindir. Belə əgər kimin qüvvəsindən nə çıxırsa, nə məsləhət görürsə oraya apara bilərik. Ol Cavət xala. Sağ ol qadın. Bu qədər. Sağ ol. Allah sizdən razı olsun. Allah köməyiniz olsun. Allah o verənlərin də, o yollayanların da Rəbbim onlara kömək olasın. Allah əllərinin üstünə qoysun. Ruzularını versin. Birinci dərəcəli can sağlığı versin. Sağ ol, Allah kömək olsun. Yəni Can sağlığı. neçə ki qardaşlar var, qrup var, bizim televiziya var. Dəstək inşallah olacaqdır. Yəni Allahın köməyinə Allah bağlı şəfasını versin. Allah köməklər olsun. Amin. İnşallah. Yaxşılar inşallah. Allah kömək olsun. İnşallah. Günlük bu qədər. 4 dənə Sağ ayda olun, olacaq bu sağ olun. günləri. Bəli, İşlərimiz bəli. davam edir. Allah İnşallah izləyirsiniz. İnşallah. İnşallah. Dəyərli bizi izləməyə davam edin. Çınar TV kanalına abunə olun, bəyənin, paylaşın. Bugünlük bu qədər. Gecəniz xeyirli qalsın. Sağ olun. Xeyrə qarşı.